الرحیم و بهی نستعین لا حول ولا قوة الا بالله العلی العظیم رب اشرح لی صدری و یسر لی امری و احلل عقدة من لسانی یفقهوا قولی. خب tazayeli təbrik ediyorum. İnşallah ki hamıya mübarək olsun, özünüzə, xanavadələrinizə, dostlarınıza, həmsəhərlərinizə, həmşəhərlərinizə hamıya mübarək olsun. Mübarək bərəkə kəlməsindəndir. Bərəkə yəni bərəkət, yəni xeyr o, sərvət o, gözəllik. Deyirlər mübarək qırmızı olar, qırmızı yəni xoşluqdur. Toy, cəşn, şadlıq. İnşallah kəma sabiq tazildə əvvəl cəlsənə başlayırıq, dəftəri şişumu başlayırıq. Bir cəhətdən 4-cü il olur, bir cəhətdən 3-cü il olur. 3-cü ildir daha, 3-cü il. Bu Mehri'də 4-cü ilə vardı olacaq. İnşallah. Şəhrivərdə. Şəhrivər qutulsa, 3-lü qutardıq, 4-cü. Dəftər əvvəl təqribən 3 il çəkdik. 4-lü qutardı. Həm 5-ci də. Çox sağ ol. Əvvəl Xiyabanın sualına cavab verək. Niyə və yekdən qaçdıq şişə? Şişdə nə var? İstədik, neçə dəlillə Məsnəvinin əvvəlini oxuduq, axirini də oxuyaq. Əvvəlin və axirin, sonra gedərək vəsətlərini də oxuyarıq. Mühim mütəxəssislər, mütəfəkkirlər, Məsnəvi şinaslardan və sual edirlər ki, Məsnəvinin bu 6 cildidən, 6 dəftərdən hansı mühimmidir? Müxtəlif nəzərlər var. Məşhur nəzər budur ki, əvvəl o axiri mühimmidir. Bu məşhur nəzər. Yəni, mütəxəssislər bu cidir. Amma Mevlana özü dəftəri şişimi hamısından mühim bilir. Tarixdə belə yazır. Ki, Mevlana'dan sual alırlar, soğuşublar. Bu dəftərlər hansından mühim bitərdir? Mevlana buyurub ki, özü bu cür. Nəqli bu oludur. Dəftər dulğum əvvəldən mühimmidir, sevvum dulğumdan mühimmidir, çarım sevvumdan mühimmidir, pəncum çarımdan mühimmidir, şişum pəncumdan mühimmidir. Bu, yəni mühimmitlərini əvvəl oxuyur. Amma mən özümün bir təcrübə var. Mən ki, sərəkarım mütaliədir, uşaqlıqdan kitab oxuyuram. Mənim əsli işim mənim kitab oxumaqdır. Yəni, bir nəfə işi nədir? İşi kitab oxumaq. Bəli, kitab oxuyuruq, müxtəlif kitablarla, müxtəlif nisəndələrlə sərəkarımız var. Nadir məvariddə, nevişlərdə o axiri mühim olar, nadir məvariddə. Amma əğləb əvvəli mühim olar. Yəni, vaxt ki, bir danışməndir, bir aləmi. Məsələn, bir dövrə kitab yazır, məsələn, 10 il, 20 il, 30 il kitab yazır və məmulən də yazan, o zəminədə ki, kitab yazır, qəblən ayrı kitablarda oxuyub görübdür. Məsələn, təfsir Quran yazır. Məsələn, Əllamə Təbatavay Əl-Mizan yazır. Əl-Mizanı yazanda bir 20-30 dövrə təfsiri görürdü. Bu niyə təfsir yazır? Ya bir nəfər şərh yazır. Niyə bu şərhi yazır? Mühim adamlar. Mühim adam bu dəlillə bu kitabı yazır ki, bir şeylər deyəcək, o bizlər deməyib. Qeyri-mühim, şöhrət tələbi üçün yazar, siyasət bahis olar, bunlar görə ayrı əvamil var. Amma mühim, mütəfəkkir, şöhrət tələbli ondan deməyib olmasa az olur. Məxsusən də ki, bəzi mütəfəkkirlər var ki, onların məşhur mana ayrı bir yollar var.
zindecanlıqlarında bir məsail var ki, adam əsas heç olar şöhrət tələb deyil. Məsələn, onlardan bir məmnəzəmə elə Əllamə Təbatəbaydı. Tarix Əllamə Təbatəbaya baxanda görürsən ki, bu bir şəxsiyyətdir ki, öz zamanında Qəbənşətə kitabıza məşhurdur və bunu məşhur eləməyə müxtəlif əvamil də var. Məsələn, bana pişnad olur ki, sən risalə yaz. Risalə yazmaq da müştəhiddir. Bu da ki, bir dənə ayrı risalələri imzalayacaq. Elə bir şey yox. Bir dəfə bir risaləni yazsa, risalə-i əməliyyəli yazsa, aləmi elmi, fəqahətdə, ruhaniyyətdə, o elə bir şey. Bir dənə gəda onu şah. Gədana, şahın nə qədər fəqasıləsi var. Ruhani ki, müctehid olur, sahib fətva olur. Fətva olanda, risaləsi var, olur şah. Pul çürüyəcək. Pul sel kimi gələcək. Yəni, aləmi təşəyyüdə mərdum düzü sözdə adət eləyiblər. Bər əsası bir silsilə təbliğat və ayrı məsail mərdum maliman verirlər. Komusu verirlər. Neynələ pul yığışa müstəhid ixtiyarında olur. Müstəhid pulun içində üzər. Hər tür sözə xəşdə. Qalıbında imanına, ne bilirəm, zohduna, təqvasına. Hər tür sözə xəşdə. Babağan şah, pul da adamın şah elə. Pul üst çox oldu, onun elə sərbazı da olur, sözünə baxan da olur, çoxlu adamın əlinə bax. Məsələn, bu pulu qəbul eləməyən namətəbatı var. Yəni, istəmir o tərəqdən çörəkisi. Məşhur olmağa da kamilən zəminə müsaitdir. Kafir də bir dəfə sahib fətva olur. Dünya da hər şey istəmir. Yəni ki, gəllər deyirlər ki, sən hali həyatında istəyir ki, mücəssəməvi tökək. Roz elmiyə icazə vermir danışqahda, bir də Amerikada. Amerika mühim danışqahında, Oxfordda da, haradadır. Sən bir də mücəssəmə qoyaq, deyir. Məsələn, bura 2 nümunədir. İndi mərhum mütəhər yazışı ki, orada mən 2000 tümən Əllamə Təbatəbay məndən boyca alardı. 2000 tümən. Yəni, 200 tümən. 200 tümən boyca alardı. Kitabında yazır. Bəlkə bir nəfəm bu cür şöhrətçəlik qapısına, bu şöhrətdən qaçır. İndi deyək, bu kitab yazıb məşhur olsun. Yox. Bəs bu kitab nə üçün yazır? Bu kitab yazıb. Bundan ötürü mühüm sözlərdir. İndi vaxt gəlir bu kitabını oxuyuq. Məsələn, 20 cildi Ərəbi Əl-Mizan ki, tərcümələrdə müxtəlif cildilər var. Bir zaman mən tərcüməsi almışım, 40 cild idi. Sonra bir də çap elədi oldu 20 cild. 20 dənə təqribən bu yaşaqda kitab yazır. Adam olaraq mütaliə edir. Görür ki, o cildi əvvəl doğumda mühüm tərin sözlərdir. Bəqiyə idi, o bisləyənlərdir. Cüzi təfavütü var. Yəni, kulli əl-mizanı, məsələn, adam məcməl bəyanla müzad eləsə, o şeylər ki, burada deyib, o birisilər deməyib, yığsan bir cild olar. Yəni, mühüm tərin sözdə o cildi əvvəldə deyil, cildi doğumda deyil. Şarihlərin şərhlərini oxuyuruq, olay da bu cürdür. Qalibən biz təcrübə eləmişik ki, o mütəfəkkirlər, bir də məsələn, Muhiddin Ərəbi Fütuhat-ı Məkkiyə yazır. İndi bəzi çaplar 50 cildidir, bəzi çaplar 20 cildidir, bəzi çaplar 30 cildidir. İndi 30 dənə bu yaşaqda, 30 cild Fütuhat-ı Məkkiyədir. Adam oxuyur ki, o həmmin o cild əvvələ qoydu. Bəqiyə şərh o cild əvvəldir, o müqəddəm. Gahdan da, bəzən də axir cildilər də dərhoşmi vəsiyyətnamə o mütəfəkkir olur. Ehtimal bir kitab o deyənməyəcək, zəminə müsaitdir, qutuluyor ha. Hissi bula əlverişlə bir axirləri də ha. Hələ deyir, nə vaxt deyəcək, indi deyək qutaraq. Bu da bir məsələ. Ona görə deyirik ki, Məsnəvinin əvvəli, axiri, əvvəlini oxuduq, bu cildə əvvəl çox mühimdir. Mən özüm barhal Məsnəvin əvvəldən axır oxumuşam və çoxlu ilə şərh vermişik, baxmışıq, ya şərhdən oxumuşaq, görmüşük ilə təşkil o cildə əvvəldir. Və o cildə əvvəl ya dəftəri əvvəl də hüdudən 4000 beyti də o əvailin 100 beyt əvvəlin şərhidir. O 100 beyt əvvəl də vaxidə müntəhir 18 beytə.
Məsələn, indi əlimdə Qolşən razı tədris edirəm da. Təşəkkür edirəm o dostlarda, Məxsən Xiyabani, Ay Şəmrudan ki, zəhmət çəkdilər. Bölümdən qabaq Ay Azər Kərbəlayı, Ay zamanında təşrif var idi. Həqiqi havalarda Ay Əliyarda ki da çoxlu sənc tamam qoydular. Şəbisləri təşkil etdilər Qolşən razda. Orada da 1000 beyt, ya 1007 beyt, 1010 beyt, hamısı şərh 18 beyt əvvəldir, 17 beyt əvvəldir. Mən özüm hədisimlə odur. Şöyle bir ayet delail dolar. Ona göre defter evvelden cevap defteri şifre. Bu bir defterim kafede. Üstad Bəşir, burada bir dana sual olur. Onda niyə və biz Sevuna getmiş, Şişunda niyə və əhəmmiyyəti çoxalıbdır? Axır yerdə. Moğla deyir ki, də axı vəsiyyətnaməsidir da. Sədə demək ki, deyir, çarda dedim. Sonra deyir, hələ deyəci yoxdur, qoy hələ. Amma da şişlər ehsas da qutuluyor. Şişlərə qutulmuyor ki. Qutulmuyor, vələ Moğlana bir hissəl verçi qutuluyor. Və axirin beytilər elə sabahsı mərhum olubdur. Ya o şeymiş, məsələn, biçim ölməmişdən bir gün qabaq deyilmiş sözlər. Daha sürət, ona ki oxuyuruq da, inşallah oxuyuruq. Bəlkə. Amma dəftər işi şu an bu dəftərlər bir müqəddəmatla başlanır. Bir müqəddəməsi var. O müqəddəmədə Mevlana bir tövsiyələr var, tozihlər var. Der vaxtı istəyir Mevlana bir şərait qoysun məsnəviyə, məsnəvi oxuyana, məsnəvi oxumağa. Bu şəraiti barha ərz eləmiş o. Cild əvvəlin də müqəddəməsində, dəftər əvvəlin də müqəddəməsində o şəraiti bir miqdar gəldi. Əvvələn Mevlana'nın öz didgahında o məsnəvi vəhidir, qeybidə yetişir. Mevlana'nın tərz təsəvvürü, təəqqulu, məsnəvi aracı budur. Yox, bunlar bizə qeybidən gəlib, ilham olur. Və mənim də öz təsəvvürüm budur ki, əqləbə bu şeirlər və mutun-i klasik qeybidən gəlir. Yəni, oturub, o cür dərs oxuman, adam dərs oxuyur, diyor, bunlar yaza, olmaz. Əlbəttə, o hünəri işlərdə elə bir miqdar haləti adidən çıxmaq lazımdır. Mən özüm hüduddan 3 il Şəhriyarla çox yaxından oturub duymuşam. Əvvəl İngilabda, salı 61, 62 Məqsudiyyədə Şəhriyarın evinə 3 il həftədə hətmən cəbi icazə gedəydim. Çoxdan işləyirəsə, dizbədiz oturmuşum. Şəhriyar özü çox qəvi şairdir, mənim özünüzə. Hafizə çıxmaz, amma bəzi də hafizdə nə də vaxtdır. Bəzi də. Dəri məcmu, hafizənin iş topuğuna çıxmaz. Amma öz işində bir nəzirdir. Bəzi şeylər voğan ocudadır, bəzi məani. Şəhriyar şu sözlər deyərdi, haləti adidə deyə bilməzdi. Yəni, şəhriyar ki, haləti adidən çıxıydı. Çox rahat, yəni içəydi, kefləniydi. Yəni ki, tiriyyə çəkiydi. Nəşə olaydı. Təbii haldan çıxıydı. Təbii haldan çıxanda eləyə bilirdi, hünər nümayə deyə. Bu qədər hafizə gir verirlər. Elə mən Ruzu Döşəməyə bir fəlsəfə cəlqilasında o da böyük ustadda ərləşir. Məsələn, yenə də tarixi bir sözü tikə edirlər ki, hafiz içərmiş, içməzmi? Bizim içərməsədə də mənfə oldu. Orada da mən Yekşənbən idaməsi idi də. Yekşənbən Xiyabanda var idi. Bəli. Yəni Yekşənbən idaməsini gətirmişlər Döşənbəyə. Ki biz də oyda bunu mətrəh elədik, oyda los oldu. Ən azından məndən də soruşdu. Mən bir müfəssəl bu zəminədə danışdım. Bir saat yarım. Bəli, axırı bu edirdim ki, neyniyək, içəri yaşməzdi. İşsə eybidir. İrfanda, fəlsəfədə bunu ki, zehnimizdən çıxardaq ki, bir nəfər içib yaxçı görür. Yəni, irfanda iş işə qatmazlar, fəlsəfədə iş işə qatmazlar. Şəxsinin şəxsiyyəti o həm məmsuz eləməzlər. İndi işsə, bu cür hünər, numalıq eləsə, bu pisdir.
Bəli, o dilqahdan baxıyor. Bu dilqahdan baxan ki, bir fərd edir ki, şərab içib, cəhsəf eləyəydi, gəlib hünəri icad edib. Bir işi görüb ki, huşlu başda görmədi. Onlar ki, keyflənməzdilər, o işi görənməzdilər. Bu keyflənib bu işi görüb. Yox, siz keyflənməyin, onun bir işləxinin deyin görək. Bir bəhsi şətiyyat ya şətəhiyyatda ki var, Mevlana muhtəqiddir ki, özümüzdə qalsın. Bəlkə əvamın olsa, məsləmidə də var. Bədamızı var, umudunu açarım deyəm, bu zula həqiqdə deməli xalq. Bu da inşallah biz də morda su istifadə gəlir tapaz. Mevlana muhtəqiddir ki, əvam su istifadə eləməsiydi, xəvasla şərab haram deyil. Elə bu muskirata. Mən deməyəm, açırım Mevlana abcı deyib, yallah sabahdan başlayın inşallah. Ustad Bəşir, əksərən ki, sual edirlər, özlərindən ötürü sual edirlər. Vaqən hafizdən ötürü sual edirlər. Sizlə mücəvviz alalar. İndi bax, mənimlə mücəvviz almır, amma istəyək deyək ki, indi məsələn, məvadda müxətib pisdir. Ustad Bəşir, onda həmən musiqi cərəyanı. Elə həmən. Musiqi mümkündür, bu musiqi. Ayə həramdır. Elə o da cüzdür, şərab da cüzdür. Şərab da cüzdür, bəzi müqə dərmandır, bəzi elə deyəm, mən özüm üçün Şəhriyar yaxından ləmsən idi. Şəhriyar ta nəşə olması idi, məst olması idi, onun tiryaş məsələ idi qalibən. Bəzi onda da işmək məsələ idi. Yəni, indi fəzə hafız içib və o əcibə şeiridir. Sən buna ki, eyb tutursan. Bu bir də şahqar eləyib bu. Bu şahqar, indi məsələn, biz deməyə məst olmuyor, müxtəlif şivahaya məstliyi var. İndi bu darurlar hamısı məvadda müxəttə edək, bir ki, məst oluyor da, elə aslamı ilə məstdir. Mütəvəccə deyəl o. O özü bir də məstliyidir. Bəzi musiqilər məstlicədir. Xob, ali məstliklər yaddan çıxır, fəqət o məstliyin. Yine de xahiş edeyim. Bak, qiyamətdə özü cavab xüsusa. Mən deməyəm, bir nəfə içsin. Mən özümdə içməmişəm. Amma istəyəm deyəm ki, adamına qalın. Və fərz hələ axiri bu tutlar, ispat olar, hafiz içərmi? Ondan sonra hələ bunlar bir sözdür da, hardan ispat oldu axı? Şopera qəbibək. Niyə pərt oldum bu qismətə? Bəli, Mevlana muhtəqiddir ki, o şətəhiyyatda, şərhiyyatda ki, birdən böyük ariflər, alimlər gəlirlər və sözlər deyirlər, onlar məst olublar. Onlar haləti təbiidən çıxıblar. Bəxşə haləti təbiidən çıxır, bir sözlər deyəcək ki, o mümkündür, haləti təbiilə cücəmməyə, bir də deyəcək, Ənəllahu, ənəl-həqqu, subhani, məəzəbəşəni. Mevlana bu cür tozih verir. Deyir ki, Məsnəvidə, dəftəri dovumda, dəftəri çağrımda. Deyir ki, bir parça qərə dəmiri. Qoyur o ton qabağına. Bu qərə dəmir, soğuk qərə dəmir o ton qabağında qızaracaq, qızışacaq və sonra ağaracaq, nur verəcək. Və sonra bu desə ki, mən otam, sən necəsən ki, yalandır. Otun qabağı, diqqət buyurun, otun qabağında bu qərə daş, ya qərə dəmir qızarıb, ağarıb, deyir mən otam. İndi düz deyə yalandır. Deyirsən yalandır, ki, öpüşür bunu. Üzüm şəfi yapışdım. Kişisən, bu deyir mən otam. Əvvələ dəmir var. İlk insanlar bir mərahələ yetişərlər, o cür hoviyyətlər dəyişilər, sistem dəyişilər, iddia-ı nuriyə yetişər və nuri bu arif, nuri o arif Allahla müttəhid olar, iddia-ı nuri əsərində içdə olar nur. Onda isə ənəl-həq həmandır. Məsləvidir, istidlalıdır. Yəni, insan cəhaləti təbiidən çıxar. Xob, mən bu sözləri nə üçün ərz elədim? Müqəddəmi bu dəftər şişimə yetirəm ki, deyir, qardaş, Məsnəvidən istifadə eləyən cəhaləti təbiidən çıxar.
اینو bir حالت غیر طبیعی تا پاهلاشا، صافلاشا. Çünkü bu kitab qeybidir, ilahidir, qeybidən gəlib, asmandan gəlib, asmanı mənəviyyatdan gəlib. Necə Qur'anın dəryaftına insan gəlib bir mərahili tey eləyər. Çünki Qur'an rəhmətən lil aləmidir, hamınınkidir. Amma hamının bəhrəsi Qur'andan bir deyər ki, la yəməssuhu illəl mutəhərun. Qur'an öz ayə Qur'andır. Necə Qur'anı məhz eləməz, yəni Qur'anı düzgün dərk etmədən insan bir məqama paylığa yetişər. Bu paylığı bir də paki, səthi, dəstəmaz almağı tutublar. İlə dəstəmazsız Qur'anı əl vurmuyor. O da yerində düzdür. Amma əsas təharət-i batinidir ki, adam təharət-i batini yetişsə bu Qur'andan yaxşı istifadə edəcək. Xülasə, müqəddəməsində deyir ki, mən xahişim budur ki, ta təharətə yetişməyibsiniz, bu kitaba yaxınləşməyin. Həm dəftər əvvəldə, tamam dəftərlərdə deyib bu sözü, əvvəl o şeşumda buna çox təkidi var. Ki, bu Qur'an-ı Farsıdır, bu qeybidən gəlir, mənəvidir. Əgər haç varid olmasınız bu ərsiyə, onda ey bəsa bu sizə musil olar, qumrah konəndə olar. Qur'an özü də bu iddiası var. Qur'an buyurur ki, ey bəsa bu Qur'an qumrah konəndə olar. Qur'an ki, bəray hidayət gəlib, adam qələt gəlsə, hidayət qumrah konəndə olar. Eyni amına bənziş adam, məsələn, fəzlən, əsləni pis istifadə edir. Tüfəngini tutar üzünə tərəf. Ya şəmişir, məsələn, ya şötük tərəfindən. Bu bir mətləb. Bəs mətləb əvvəl budur ki, bu dəftərdə ki, Mevlana özü dərvaqə bizə yalvarır, xahiş edir. Vaxtınızı tələf eləməyin. İstəyirsiniz ki, yaxşı bəhrəbərdarlı öləsiniz, yaxşı istifadə edəsiniz, paylaşın sonra. Ki, hafız deyib, şufsuşuyi kona, oncəh bi xərabat xora. Ta nə gərdəd indir, vəstu xərabat. Ta bu ərsə səndən xərabat olmaz. Gəl şufsuş eləyəsən. Bu bir mətləb. İnşallah şufsuş eləyək. Vaxat bu fikrinə, bu təsəvvürlə vardılar ki, çünki qeybi sözlərdir. Başlayayım. O nəhvə şufsuşunu da məsələn ne deyərsən, bir tozun qılar. Çünki adam onu sərməşq edir. Çünki məsələn oradan cid eləyir. Bəli. Onu da Mevlana tozif verir. Yəni, həmən ilə sabıqda da söhbət eləmişik da ki, fəqət elə irfan-ı nəzəri olmuyor. İrfan-ı nəzəridə yaxınlaşa həqaiqi düzgün dərk eləyir. Yəni, insan özü bir midar nəhv-i şufsuşun müqəddəməsi budur ki, səyriyə mətləbə yetişər, fikr eləyər. Çünki fikr eləmək bir çətin bir işdir, bu çətin işdir. İnsan özünü həmvar eləyər. Necə vərdiş eləmək çətindir? Hər bir adam özünə iş eləyək ki, gedənlərmiş elə şəkildir. Çətindir da. Adət eləsə də elə çətindir. Adət eləməsə də çətindir. Fikr eləmək də bir vərzişdir. Bu necə adət eləyirsən? Fikr eləyəndə, yaxınləşəsən. İndi məsələn, Mevlana özü bir istidlalla eləyir. Adam mən bu ənəl haqqı həllac demağa bir Mevlana bir tozih verdi da. Adam bu da bir təəmmüq ilə səthi geçməyir. Dayana var. Dayanı içərisinə salar. Bu bir zəhmət aparacaq. Bu bir qismət ki, vaxtən yaxınləşə düşünün. İkincən də vaxtət budur ki, insan əzizləri əməli də, bunların tavsiyəsi budur ki, özünə muvazib olar da o həlalından, həramından, o çox sadə, ibtidai, pişpah, uftada işləri ki, cüzvə və islah, nə deyilər, əxlaqiyyatda onlar çox əhəmiyyət verir. Çox sadə elə, məsələn, dilinə malik ola, gözünə malik ola, əməl şərdinə malik ola, həlalına, həramına. Bu sadə şeyləri irfanda budur ki, çox ciddi tələq edəcək. Yəni, əzli adət insana əncam verməyən. Yəni, elə həman o irfanı, əməlinin, o pişpa, uftada yerləri neyəyə? Əməliyyat eləyər. Əməliyyat olanda elə olurdu. Bəşliyimdə də öz istəyirəm, çünki mən soruşmasam deyim. Baxın, özü buyurur, gəl bu sözlərdə gəl özü bilsə, bir serişlə əməliyyat edir. Bu tərəfdən də buyurur ki, bidonu pir geçsən, qədər çatacaqsın. Orası da var. Orası da var. O pir muridində üçün mənim özümün bir xas nəzərim var. Siz də bu arıqa məndən soruşdunuz, mən o da təəmmül eləmişəm. Mevlana'nın özünün nəzəri budur.
ki, elfanda insan məxsusən o mərahəli əvvəliyyədən sonra ki, istəyib varid ümq irfan ola, deyir ki, adam ustasız, pirsiz getməsin. Mevlana pirə muhtədir. Tüy parantez o der surəti vücuddur da. Əgər olmasa, aya bu pir hətmən gərək bir şəxsi həy ola, bir də muhtəqidlər bəli, hətmən gərək bir həy ola. Amma bir də muhtəqidlər ki, hətmən həyi də lüzumu yoxdur ki, hətmən bir həyi də olsun. İnsan fikri ilə eləyə bilər ki, irtibat bərqə eləyə, pirhayı qozəşdi ilə. Mən özüm indiyəcən heç kəsə pir nişan verməmişəm və üçün əzbəs bu ərsədə təqəllubat var, müşkilat var. Ona görə tövsiyəmiz yoxdur. Yəni, mənə hər kim deyək, biz kimin əlinə əl verək. Əqləb dövrbəmizdə olan əfrad ki, bir də tövsiyələr olub, görmüşük ki, elə axırı fəsada çəkilir, axı yalan olub, düz olmayıb. Amma bu mənası bu da ki, yoxdur. Çünki mən özüm bu məzəminədə Uveysilərə bişlər mailəm ta Mevlana. Yəni, Mevlana'nın pir muridindən mən Mevlana'ya 100% təmayülüm eləyə bilməyəm. Çünki mütəqəd oləm ki, bu bəstəçilər şərait-i zamaniyə, məkaniyə. İndi bizim zamanımızla Mevlana'nın zamanı mütəfavitdir. İndi tanımağı çox çətindir. Məsailə siyasi qatışıb məsailə irfaniyə, məsailə elmiyə. Ona görə olmur, mən o Uveysilər ki, mütəqiddirlər, biduni pir bu yolu idamə vermək olar, mən Uveysilər işlər mütəmayiləm. Mevlana'ya bu murda, pir murdində. Amma Mevlana'nın da sözün gibi deyəm, Mevlana bu üçün pirə mütəqiddir. Əgər Uveysələrin nəzərin, səbkin, milaç qərar versək, orada deyərlər ki, biz Uveysi Qərəni kimin seyr-i suluk edirik. Uveysi Qərəni necə seyr-i suluk edirdi? Uveysi Qərəni Peyğəmbər İslamın yararlarındandır ki, sonra Həzrət Əmirin dostlarından oldu və bilməyəm, Nəhrəvanda ya Seffeyində şəhid oldu. O Peyğəmbər İslamı görməmiş, uzaqdan uzağa aşıq oldu. Əcibə bir cəryandır o Uveysi Qərənin cəryanı ki, çoxlu əfrad elə pir olan ixtiyarında idi. Peyğəmbər olan ixtiyarında idi, ona münafıq çıxırlar. Yaxşı istifadə edə bilmirlər. Bir də qəşəng istifadə edib, məsələn, Həzrət Əmir kimi istifadə edib. Əbu Bəkr kimin istifadə elədilər? Əbu Bəkr, Həzrət Əmir, Peyğəmbərdən bu ünvanı pir, Əmmar, Yasir, Meysə, onlar istifadə elədilər. Amma bir də var ki, əğləb istifadə edə bilmədilər. Peyğəmbərin huzurundan, vücudundan bəhrəmənd ola bilmədilər. Yəni, Uveysilər istəyirlər ki, pir dəstəsi olsa, çə behtər. Amma bunu bu ünvanı bir şərt-i vacib və şərt-i tammə tərəqqi edəməyəcək. Şərt-i lazım olsa behtər, olmasa müşkili yoxdur. Behtər budur ki, irtibat-ı duradur olsun. Sonra da bəhs edək, irfanda bir bəhsi var. Təhd ünvanı irtizaq-ı ərvah. Ruhlar bir-birindən necə bəhrəmənd olurlar, ruhlar bir-birindən qəza alarlar. Ruh ariflər necə qəza alarlar, o da bir bəhsi var. Bunlar iydən alırlar, bir-bir iylərlər, mənəviyyatın iyi. Başda, dərvişlər də bu məsləklər vardır. Bir də dərvişlər üzüdürlər də, bəli. Ki, insan bir məhələ yetişsə, eləyə bilər ki, bu şammi ruhun şamməsini təqviyyət eləyər. O ayrı ruhun iyin idrak eləyə bilər, o tərqinində bu cür pirin tapa bilər, yəni muvafiqin tapa bilər. İndi var da, bizim bəzi əsasımızda var, ağalardan, xanımlardan, bu çox uzaqdan, uzağa bir-birlə irtibatdadırlar. Məsələn, bu cəllər bir saat-ı xastıda, sübh ya gecə, axir vaxtda, günüz də ola bilər, məxsusən gecələr ittifaq düşür. Bir saat-ı xastıda
Bu mesela öz evində, o da öz evində, uzaqda oturublar. Məsələn, qərar qoyublar ki, bir orada razı, ikisi də təcəssüm eləsinlər, təsəvvür zehni mütəmərkiz etsinlər bir nöqtəyə. Elə bir ki, bunlar bu ilə bici mürtəbit olurlar ki, elə bir telefonla danışırlar, SMS-ləşirlər, o cür. Bu var. Mən özüm bu məsələyə yetişmişəm və yəqinim də var və mən bir-iki nəfərində biz bu işi görürük. Da indi neçə düşəcək və da siz soruşsuz deyirəm da ki, həm xanım, həm ağa, yəni cələsatımızın əfradından var ki, xanımdır, ya ağadır. Məsələn, biz uzaqdan uzağa, məsələn, bir saatə xasıda, mən öz evimdə uzanmışam, o da öz evində uzanıb. Əri var, oğlu var, oğla yiyindi. Amma sən ona itibat verdi olur. Bu işlərdə görmək olar. Bu işi ərvahı güzəştələrində olmaq olar. Mevlana ilə də eləyə bilər insan bərqər eləsin, hafizinin də bərqər eləsin. Ənbiyanında ola bilər. Yəni, bunlar irfanda bir məqbul bir zatdır. Hafizin bir silsilə əbiyyatı var, mərbutdur bu qismətlərə. Orada ki, hafiz unvanı buy can edər, buy can. Əbbasıdır, get mütali elə. Hafizdə ki, hayda buy can, əbiyyat buy can. Əslən, bir dənə kitablarımızda bir namı buy can. Hafizin bu növ əbiyyatına mərbutdur. Orada bir silsilə mutuni, o kitabı buy candır. Bir silsilə mutuni irfanidən müstənədat icad edilib, yəni şərh bu əbiyyatı ki, hafizlədir, raci və buy-candır ki, bu məsələ tozih verilib ki, ruhlar necə bir-birinə, canla mənzur ruhlardır, mürtəbit olurlar və bunlar necə bir-birlərindən mərifət kəsb edirlər. O mərifət əstəriqi buydur, buyu, ilam. Necə məsələn biz buyunumuzdan uzaqda yeni əsas edirik, orada da ruhlar, bir silsilə həqaiqin, mənəviyyatın iynillər, idrak edilir. Xoş. Uzaqlaşmayaq qeydə əsli mətləbə Mevlana tozih verir, tövsiyə edir ki, biləxlə insan özündə bir təqdirat versin. Mevlana mütəqiddir, düz də mütəqiddir, hərdən çaşı çıxıb bu sözdən, bu etiqaddan. Amma dubara qeyd edir ki, insanda bu imkan, bu zərfiyyət var ki, eləyə bilər mütəhəvvil ola. Çünki Quran buna təkid edir. Quran orada ki, Məkkə razı danışır, Kəbə razı danışır. Orada sözü budur ki, Kəbə harada düzəlir? Bəttərin qisməti kürə zəmində düzəlir. Ləm yozrəyidə, daşdır, zəncilaqdır, torpaqdır, bizim torpaq bizim ki, hasıl hızdəyirlər, orada bədəbədər olunur. Bu torpaq ki, bəttərin qisməti kürə zəmindir, Nəhcü Bəlağada da Həzrət Əmir bunu necəsilə tozih verib ki, bəttərin qisməti kürə zəmin həman yeri ki, Kəbə düzəlir orada. Bərcəsitlərin qisməti kürə zəmin. Orada Allah buyuruyor ki, biz bu toprağı Kəbəni də düzəldəcəyik, burada ki, heç meyvə çıxmaz, buradan bəhrəbərdarlıq eləmək olmaz, amma biz bunları mütəhəvvil eləyəcəyik. Mütəhəvvil eləyəcəyik, təbdil olacaq hasil, xistərin, qismət ekore zəminə. Behtərin neymətlər, dünyanın ən gözəl meyvələr orada olacaq, sərvət orada olacaq, orada mənəviyyat olacaq, nə olacaq, bu bir əmniyə təbdil olacaq və əmələn də bu şey olubdur. Kəbənin dörbərində o qismətdə Məscid-ül Həram ki, bəttərin qisməti Qurey zəmindir, behtərin qisməti Qurey zəmin olub. Adı olub Məscid-ül Həram, Həram yəni muhtərəm. Və orada o vədələri verib, o vədələr hamısı təhəqqüq tapıb. Xoş, istəyirsin ki, baxın, bu ləm yozrə, topraq, daş, eləyə bilir, mütəhəvvil olsun, behtərin yer Qurey zəmində.
bu məsələləri barha Quranda fikirdir ki, insanlarda bu cür, insanlarda da bu kəmalat var, insanlarda da bu qüvvə var, bu təvan var ki, eləyə bilərlər, mütəhəvvil olsunlar. Necə ki, Məkkənin yeri mütəhəvvil olur. İnsanlarda da bu Quran barha deyir da, bu daşlar haləti infialı tapırlar. Topraklara munfəil olurlar, dağlara munfəil olurlar. İnsanlar niyə munfəil olmurlar? Yəni, niyə bu təğəyyür olmurlar? Niyə dəbəşmirlər? İstəsələr dəbəşə bilərlər. Bu cüydə ki, Quran dediği ki, tərbiyyət na-əhli ra çon girdəkan bər qumbədə است. Bu ki, tamamı na-əhlilər eləyə bilərlər, əhl olarlar. Məşrut deyin ki, təsmin tutarlar, iradə eləyərlər. İradə, təsmin tut. Və biz bu zəminədə, hətta o konuşan razda da, barha klasda bunu tozih vermişəm. Orada bir əksisi var. Fikrim bu əksisi burada da göstərmişik. İhtimalən elə mən bu qoşumda da ola. Hamımız da fikrim görürsünüz, o səxrə nə verdi ki, iki qışdan acizdir. Cəhdən o qaçanların da içində var. Qış yoxdur. Adam qaçanda qıçından qaçardı. Qış yox. Məsnu qıçı bağlayıb, indi müsabiqə doğuda, məsələn, hərfə söz var, qaçır. Bayramdan qabaq bir dənə zat göstərirdi, uşaq göstərirdi. 3 yaşında, 4 yaşında, tədərsi öyrətmişdi, daşdan gelirdi işte. Yaxşı, buna biz çox tozih vermişik Qoşan Razda ki, bax bir fələcdir. Qış yoxdur, amma səxrə nə verdi? Məsnu qışla bağlayıb özünə, o qədər işləyib gedir. Qışlı, düz yol gedənmi? Düz yol, qışsız qələt yolu nəticədir. Bu məfhum budur ki, bu insanda bu qüdrət var, bu təvan var, bu istedat var. İstədir, məşrut və təslim. Bunu mürəttəb Quran deyil. Mevlana'da sözü budur ki, istəsiz olur. Şərtə və iradə. İntiqab edin. O birisilə də onun kənarında. Xoş, bu söhbətlərlə məsələn dəftərə şişim başlanır. Sonra Hüsamuddin Çələbi ki, bais olub ki, bu məsnəvinin tolidində çox müəssirdir. İstəyirsin ki, elə bu dəftərə şişim də در واقع به خواهش و تمنا و توصیه و تأکید حسام الدین چلبیده. Düzdür, Mevlana'da bu təvan var. Amma bu təvanı gərək eləyəsən, fəal eləyəsən. Bunu gərək eləyəsən, biləxələ bir rozənələr asasan, əngizə olur. Çoxlu sözlər var, da mən çox danışıram, vaxtı tutaram. Bir neçə beyt mən oxuyum, çox sadədir əvailə. Müqəddəməni də oxuyum da baş üstə. Sonra tapışaq ayi xətibiyyə. Aycı deyildir, çərim. Əvvəlcələr müqəddəmiyyə. Müqəddəməsi xoşbəxtlərin azdır. Bismillahirrahmanirrahim. Mücəlləd-i şişom. Şişom diyor, şeşşomdur. İxtilaf nəzər var bu kəlmədə. Şişşom diyor, şişom diyor. Elə bir ki, məşhurdur ki, şeşom düzdür. Şeşom از دفترهای مصنوی و بینات معنوی. بینات یعنی معجزات. Bu da معجزات معنویdir. Mevlana معتقدdir ki, bu kitab əslən معجزədir ki, misbah ظلام رحم و شبهت و خیالات و شج و ریبت باشد. مصباح یعنی چراغ، مشعل. İnşallah bu dəftərə şişum məşəl olsun, zəlam yəni tarikilər, zülmətləri roşən eləsin. Bunda hansı zülmətlər? Zülməthay ki, naşəz vəhmədir, təsəvvüratı qələtdir. Vəhmin fəlsəfədə bir mənası var, irfanda bir ayrı mənası. İrfanda vəhmin, ya ədəbiyyatda vəhmin mənası, yəni qələt fikirlər. Bəli, fəlsəfədə vəhmin bir mənası, fikrəhay durust xassıdır. Çox yerindəcidir. Və şöbhənak fikirləri roşən eləməkdən ötüydü bu məsnəvi və xiyalat o şəkil, reybət yəni şəkil. Və hangi insan şəkildən çıxa, bu məsnəvi onlara köməkli elər. Və indi misbah ra bu
مصنوی که özü مشعل چراغdır به حس حیوانی ادراک نتوان کرد. یعنی انسان فقط بخواد بوی که مثلا بشر را دیگه من غریزه اینن İliyə biləm, itilat məmuriylə sadə vəçlə düşünəcəm olmaz. Sadə vəçlə düşünmə olmaz. Ki, insan özünə bir təğyirat verər. İnsan ta özün bir yerə çəkməsə, üstə çəkməsə, məsnəvi ona mufid deyil. Zira məqam heyvani əsfəl safilinədir. Məqam heyvani payindir. Əsfəl safilin deyəni payin. Ki, ایشان را از بهر امارت صورت عالم اسفل آفریدن. خب bu dünyanın mərahili var. Bir mərhələsində necə heyvanlar lazımdır. Bəzi insanlar da ərcə əqlən işlətməsələr, özlərində bir təhvil icad eləməsələr, heyvan kimindirlər. Amma heyvan da lazımdır bəşəriyyətə, camiyə, təbiətə. Və bər həvas و مدارش ایشان dairə çəkidən. در واقع indi kim çəkib bu dairəni? Əqləb özləri və rəhbəranı gələr. Gəliblər bunların həvasına dairə çəkiblər. Həvas fəraqətər az o dörbəri getmir. Kəzən dairə təcavüz nəkunən. Çün bunlar məhduddurlar, bir xas dairədə yaşayırlar. Ona görə eləyə bilmirlər həqaiqi dərk eləsinlər. Zalikə təqdirul əzizil əlim. Bu da əlbəttə deyir ki, əcəb vaqən heyvanlardadır. Xub heyvanda Allah bu cür əndazə edib, Allah məsləhət bilib ki, bir də ciyah olsun, bir də səng olsun, bir də topraq olsun, bir də heyvan olsun. O برای گذران امورات جهان lazımdır. Amma nə bayır insanlar o heyvanlara təvr edir? Heyvanlıq heyvan hətində pis deyil. Amma insan gələ heyvan olar, o pisdən istəyir. Bu ayə ki, həm Surə Yasində müşabəhi var, həm Surə Ənamda deyir ki, zalikə təqdirul əzizil əlim. Yəni bu iş Allah məsləhət bilib, səlah bilib ki, aləmdə topraq olsun, daş olsun, heyvan olsun, ciyah olsun, bir də insan olsun, bir də firiştə. Bu tibki əndazəgiri və tibki müdiriyyət ilahidir. Amma bu məfhumu budur ki, insanlar yenilirlər öz məqamdan heyvan həddinə. Yəni miqdar rəsidən əmələ işan və cəvəlan nəzər işan pədid کرد. Allah bu işləri görübdür. چنانچه هر ستاره را مقداری است، یعنی هر ستاره را bir توانı var, istedadı var, bir مسیر خاصه var و کارگاهی از فلک تا آن حد عمل او برسد. که هر چیز öz həddindən çıxa bilməz. Şürün bir həddi var, ayında bir həddi var, aləmi candarlarda da heyvandan bir həddi var. Amma munsifanə dək insanlar bu həddi yendirəcəklər heyvan həddinə. و همچون حاکم شهری که حکم او در آن شهر نافذ است پس در برای توابع آن شهر او حاکم نباشد. Necə hər şəhərin bir fərman rəvası var, şahlığı var, o öz məntəqəsində şahlıq eləyir. Heyvanatın da öz məntəqəsi var, şiyahların da bir məntəqəsi var, starların da bir məntəqəsi var, insanların da bir məntəqəsi var. Hər kəs öz məntəqəsində yaşayır. Amma mütəəssifانə insanlar bir də öz məntəqəsindən çıxırlar, tənəzzül edirlər. Əsəmənəllahu minə həbsihi və xətmihi. Allah bizi saxlasın bu həbsidən, bu zindan olmaqdan ki, bir də gəlirlər özdən mərahəli payında zindan edirlər və xətmihi və əqillərin mühürlüklə, istəmirlə əqillər bunları rüşd eləsin. Və ma həcəbə bihil məhcubi. Və Allah pənah gətirir ki, o pərdədə qalaq ki, məhcublar qalıblar, özdən pərdəyə salıblar. Amin ya Rəbbəl aləmin. Allah bizi hifz eləsin. Allah bizə ismət versin, yəni hifz eləsin. İsmət yəni hifz eləsin. Xülasə eləsək bu yanı, axıda mən özüm nəticə almışam ki, در واقع istəyir ki, la yəməssuhu illə mutəhhərun. O sözdə kimin beytidir bu? Məsnavi. Dəftəri şüşüm hidudən 4000 olacaq. 4900 5000'e yaxındır bəli. 5000'e yaxındır. 4900. Hamısı 16000. Xoş.